Salamlayıram Azərbaycan xalqını. Mən Vətən Müharibəsi əlili Paşazadə Qasım Adiloğlu. Buradan müraciətim cənab prezident sizədir. Mən Ağdam rayonu Kəngəri kənd sakiniyəm. Hal-hazırda Kəngəri kəndində yaşayıram. Ailəmin dolanışığı üçün kiçik bir torpaq sahəsi üçün müraciət etmişəm. Sizin təyin elədiyiniz məmurlar məndən rüşvət tələb edir. Əmlak şöbəsi, şəhər salma, bəzi məmurlar məndən rüşvət tələb edir. Biz getdik canımızdan, qanımızdan keçdik ki, bu üç rəngli bayrağımız həmişə zirvələrdə ucalsın. Mən bədənimin 80%'ini itirmiş bir qaziyəm. Bugünkü gündə məndən rüşvət tələb edirlər. Mən o torpaqda canımdan, qanımdan keçdim ki, məndən rüşvət istəsinlər. Baxın, cənab prezident, mən dava dərmanla yaşayıram. Dava dərman olmasa mən yaşaya bilmərəm. Dava dərmanla yaşayıram. Bugünkü gündə məndən pul tələb edirlər. Mənim haqqımı yeyirlər. Mən canımdan, qanımdan keçmişəm ki, məndən pul istəsinlər. Torpaqlarımızın azadlığı uğrunda mən sağlamlığımı itirmişəm. Bəzi məmurlar məni son həddə çatdırır. Mən döyüş meydanında ayağımı itirmişəm. Amma haqqımı itirmək istəmirəm, cənab prezident. Xahiş edirəm, mənim səsimə səs verin. Mən bu ayağım bitməyəcək.